9-cu beynəlxalq təhsil və karyera sərgisi açılıb. Sərgidə təhsil sektorunda ən son innovasiyalar nümayiş etdirilir. Təhsil Nazirliyinin dəstəyi ilə İTK Kaspian şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 16 ölkədən 124 şirkət iştirak edir. Təhsil Nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycanla yanaşı sərgidə Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri geniş şəbəkə ilə təmsil olunurlar. Sağlam təhsil, sağlam millət layihəsi barədə biz İstentlə Təhsil Naziri olaraq burada özümüz çıxış edirik və məlumat veririk. Bizim çox həmkarlarla, xaricdən gələn nümayəndələrlə, diplomatik korpusun nümayəndələri ilə çox faydalı danışıqlarımız oldu. Öz imkanlarını təqdim edən ali təhsil müəssisələrindən biri də Azərbaycan Kooperasiya Universitetidir. Geniş profili mütəxəssis hazırlayan universitetdə fundamental və tətbiqi elmi tədqiqatlar aparılır. Təhsil ocağında 8 fakültədə 18 ixtisas üzrə mütəxəssislər hazırlanır. 26 kafedrada 270-dən artıq professor müəllim heyəti çalışır. Təhsil əyani və qiyabi formada olmaqla Azərbaycan və Rus dillərində aparılır. Universitetin Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə və digər Avropa ölkələrindən, eləcə də MDB məkanındakı bir sıra ali təhsil müəssisələri ilə sıx əlaqələri var. Tələbələrin ictimai fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, elmi tədqiqat işlərinə cəlb edilməsi və intellektual səviyyələrinin inkişafı üçün stimullaşdırıcı mexanizmlər icra olunur. Bütün bunlar bukletlər, kitablar və broşurlar vasitəsilə sərgi ziyarətçilərinə təqdim edilir. Surxay Atakişiyev, Xəyalə Məmmədova, xəbərlər. Ermənistanda isə yeni konstitusiya islahatları